Salam dəyərli izləyicilər, əziz qəlbi Azərbaycan həvəskarları. Deməli, bizim qrupumuzun digər admini Tərlan Əhədzadə bir sınaq tərtib etmişdi. İstəyirəm ki, onun da izahını çəkim. Əvvəlcə izaha keçməmişdən əvvəl mənim 1000 abunə olmaq hədəfim var. Bilirəm, hələ ki, çox uzağam, amma hər birinizin dəstəyi ilə mümkün ola biləcək bir şeydir. İmtahana da az qalıb, hər birinizə uğurlar arzulayıram. İnşallah əziyyətinizin bəhrəsini görərsiniz. Keçdik suallara. 1981-ci ildə 8 fevral, yəni bunu oxumuşam da mən. Burada hardan bilə bilərsiniz? Muğam və Lənkəranda yatıran Həbib bəy Səlimovdur. A variantı. O birisi digər variantda adamlarda vaxtı olsa araşdırarsınız. İkinci Dünya müharibəsi iştirak Qərbi Azərbaycanlılar. Bu da yəni konkret sualdır. Xıdır Mustafayev, Behbud Aliyev və Mirzə Hüseynovdur. Qərbi Azərbaycan ən yüksək Alagöz, yəni 4090-da, ən aşağı debet dəyəri isə 375-dir. Çıxanda 3715 edir. 1920-1930-cu ildə Qərbi Azərbaycan və digər ərazilərin Sovet Ermənistana verilməsi nəticəsində ermənilər Dağlıq Qarabağ oldu. Onlar iddialarını əl çəkəndə bu günlərdə iddiasını əl çəkməyiblər. Qırılmışlar. Zəngəzur dəhlizi yarandı. Zəngəzur dəhlizi düzdür, o vaxtda yaranıb. Türk dünyasının yəni 1929-da tamamı verildi. Yəni quru əlaqət çəkildi. Qərbi Azərbaycan mədəniyyətində niyə tənəzzül uğrasın ki? Aşıq şəhid uyğunluğu, Aşıq Ələsgər bunu yəqin ki hamı bilir. Aşıq qızıl rəngli olub. Aşıq Ələsgərin Aşıq Nəcəf olub. Aşıq Qulunun da Miskin Mehdi olmuşdur. Qərbi Azərbaycan yalıları. Qərbi Azərbaycan yalıları deməli Köçəri, Qazı, İnnabıdır. Bu da yəni bunu qeyd dəftərinizə götürün. Köçəri, Qazı, İnnabı, hətta Uzundərə, Qurbanəli bəy deyir, Çalın, Uzundərə, Çalın, Ceyranı, bunlar da yalılara aiddir. Qərbi Azərbaycan şimal-qərb. Bu mənim də sınağımda var idi. Belə dövrdə də bilirsiniz də, yəni ixtisaslaşmış rayonlar şimal-qərb, cənub-şərqi, mərkəz. Şimal-qərbin ən böyük şəhərləri Hamamlı, Böyük Qarakəsə, Voron, Tusovka, Allahverdi, amma Şörəyel yoxdur orada. O hissəni bir də oxuyarsınız. İrəvan teatrı 1882-də Yunus Nurinin təşkilatçılığı ilə xronoloji ardıcıllıq. İrəvanda ilk qəza məktəbi 1830-cu il 14 yanvar. Ləşkər Satirik jurnalı 1914. İrəvan müəllimlər seminariyası 1881. İrəvan Dövlət Azərbaycan Dram Teatrının bərpası deməli 1920-də 26-da açılmışdı, 67-də də bərpa olunur. Düzəndə 1-3-2-4. Deməli bu qəşəng bir sualdır. Deməli yazırsınız ki, internetdə Qərbi Azərbaycan xəritəsi, rayonların olan bir-bir da rəsm çəkmək bacarığınız varsa, heç yoxdursa da çəkin bu xəritəni, mən çəkmişəm. O rayonları bir-bir yazın, qoy yaddaşsa əks olunsun. Sən bu rayonumuz Keşkənd rayonundur. Ermənilər Yığı Kanadzor adı qoymuşlar. Qərbi Azərbaycan folkloru, bu da konkret bir sualdır. Yəni bunu da qeyd dəftərinizə yazmalısınız. Qalaqurma, Aşıq, Moza, Ənzəli, Mərə, Üçdaş, Düymə, Dirə, Düymə, Nəkkələ. 1970-də İrəvanda dağlıcı 7 bal üstün zəlzələ baş vermişdi. Minlərlə insan yaralanmışdı. Naxçıvan, Gəncə, Maxqu dəstək vermişdi. İrəvanda yeni iqamətgahlar. Hüseynəli xan Qazar bilirsiniz. Toxmaq xan kimdirsiniz? O Xurşəd bəylə bərliyində. Yəni bu Toxmaq xan zat sizə düşər yəqin ki düşər də. Yəni mənbələrdə var idi. Etnotoponimlər xalqla əmələ gələn toponimlərdir. Arıqlı, Qul, Dərviş, Yəməzli, Gödəkli, Kotanlı, Məliklər. Burada toponimlərin içərisində götürmüş bir sualdır. Qeyd dəftərinizə aparsınız, yaxşı olar. Qərbi Azərbaycan torpaq bitki örtüyü ilə bağlı hansı fikir doğrudur? Şabalı torpaq şimal-şərq rayonunda və Zəngəzurda 800 metr olmalı idi. 700-800 biləmir, bir fərqi yoxdur, amma yəni bu sınaq ona görə tətbiq eləyir ki, siz biləsiniz yəni bunları. B variant düzdür. Dağətəyi yox, bataqlıq ərazilərdə sulanacaq torpaqlar var. Düzənlik ərazilərdə yox, dağətəyi ərazilərdə frikanoid bitki örtüyü var. Quraq yox, düzənlik ərazilərdə holovid duzlu örtüyü yayılıb. Deməli, an sual gəldim. Burada
Qafqaz zərbəsinin struktur zonları ümumi 4 zonaya bölünür. Burada uyğun olunan mis molibden minerallaşması, pənbə Zəngəzur bükülmə zonası, daş duzlu və neft qaz potensialının təzahürünə İrəvan Ordubad zonası bura aiddir. Digərləri isə 4 dənə də Allahverdi Qafan mis minerallaşması ilə yumşaq bükülmə zonası, xromit və qızıl ilə göyçəgül qırılma zonası, mis molibden minerallaşması ilə pənbək Zəngəzur, daş duzlu və neft qaz potensialından var İrəvan Ordubad. 17-ci sualda əslində 1-2-3 hər bir uyğundur. 4 səhvdir, niyə 3 də almasına verir? 1-2-3 hər bir uyğundur. Çoxsa bəli ilk hakimi Əmirsə, son hakimi Pir Məhəmməd xan olmuşdur. Ələs toponimi etnotoponimi, yəni tayfa ilə bağlıdır. Alagöz türk etnotoponimi əslində yəni dağlar şeydir, yəni bir ayarın o habahadan keçəndə ikinci. Ahəngdarlıq yəni bütün şeylərə aid xüsusiyyətlərdən biridir. Məzmunov əvvəldən sonra kimi gözlənilmiş səhvdir. Kədər hakimdə bilirsiniz burada. Sənətkarın kədəri ictimai, siyasi dövlətə gedir. Niyə siyasi daşısın? Qoşulmada deyir ki, dağ adları çəkilmiş səhvdir. Kəpəz mural qonur, gör neçə dağ var, üstünə nur yaxsın, ay dəli qoşqar. Qərbi Azərbaycan Kommunist qəzeti hansı hadisədən sonra nəşr olmağa başladı? 1920-ci il 29 noyabr Sovet hakimiyyəti qurulduqdan sonra. Ümumiyyətlə Qərbi Azərbaycan mətbuatı tarixi 2 yerə bölünür. Çar Rusiyası dövründə və Sovet dövründə. 1918-20-ci ildə mövcud olmuş Ararat Respublikası, yəni Ermənistan Respublikasında isə fəaliyyət göstərməyib heç bir Azərbaycan mətbuat. Qərbi Azərbaycanda ən çox Qoç, müxtəlif Avropa, həmçinin Rusiya səyyahları məlumat vermişlər. Antrotoponimlər. Bu toponimlərlə aid sual çoxdur. Qəşəng qeydlər yaza bilərsiniz. Antro insanla bağlıdır. 1-2-dir burada aid. 4-də uyğun gəlir. Dəmirçiləmə etnotoponimdə o işi görürük. Qərbi Azərbaycan folkloru barədə James Morrier məlumat vermişdi. Qərbi Azərbaycana James Morrier, Jean-Baptiste Tarvenier, Jean Chardin gəlib, başqaları da gəlib. James Morrier o haqda məlumat verir. Ağırdağ vadisi 200-250, Orta dağlar 500, Yüksək dağ 700-900-dür. Paşalı rayonu. Mülayim iqlim meşə mənzərələri ilə ümumiyyətlə təbii rayonlar bir üstə İrəvan Çuxursəd var, Şirək var, Tavuş var, Zəngəzur var, Paşalı var. Bunu yəqin ki bilirsiniz. Mülayim iqlim meşə mənzərələri Loren pənbənin təbii tabanı Tavuşdur. Quru çöl və meşə landşaftları Şirəyə aiddir. Mis və polimetal yataqları Zəngəzura aiddir. Taxıl, şəkər çuxunturu becərilir. Heyvandarlıq üçün əlverişlidir. Üzr istəyirəm, quru çöl və meşə landşaftları B variantı Lor pənbəyə aiddir. D. Taxıl, şəkər çuxunturu isə taxıl, şəkər çuxunturu aid idi Şirəyə. Arpa landşaftı və təbii şəhərinə görə İrəvan Çuxur hövzəsinə bənzəyir. Bu da Paşalıya aiddir. İrəvan şəhəri əhatələrinə verilən vergilər. Burada 1-2-5-dir, amma 3-4 da aiddir. 3-4 kəndə yazıblar, amma şəhərdə də verilərdir belə baxanda. Yəni bunlar verilən vergilərdə. İrəvan Anarseevdə var, sizin kitablarında oxuya bilərsiniz. Qərbi oykonimləri. Oykonimlər yəni məsələn daş kəsən, daşı kəsən oradan yararlanır və tarix şəxsiyyətlərinin məsələn bizim rayonumuz Cəlilabad, Cəlil Məmməd Quzadan adından o formada götürün o toponimləri. A variantıdır. Yəni qeyd apara bilərsiniz. Qərbi Azərbaycan cənub-şərq baxaq. Dağ mədən sənayesi şimal-qərb aiddir. İstisi mineral sular zəncirləri Kroşaya sahib düzdür. Ərazinin iqliminin əlverişli kənd təsərrüfatı sahələrinin inkişafına səbəb olmuşdur. İqlimi ilə də əlverişli deyil. Region mineral bulaqları zənciri mərkəzə aiddir. Region metallurgiya sənayesi və qida məhsullarının istehsalına görə fərqlənir. Bu da mərkəzə aiddir. Qərbi Azərbaycan hansı mərasimdə Xıdır nəbidir? Xıdır nəbi qoruyub saxlanmışdır. Deməli, video bura qədər idi. Videoya like atıb kanala abunə olmağı unutmayın. Sağ olun.